Əgər sən ikisi, 11-i, 20-si və 29-u tarixində doğulmusansa, deməli sən harmoniyanın, incəlik və hisslərin daşıyıcısısan. Sənin enerjin sakitdir, lakin güclüdür. Bu afirmasiyalar səni daxili gücünlə birləşdirəcək, içindəki yumşaqlığı və sevgi dolu təbiəti oyadacaq. Hər gün təkrar et, hər kəlmə səni öz ruhuna bir addım da yaxınlaşdıracaq. Mən daxili sülh və harmoniya ilə yaşayıram. Həssaslığım mənim gücümdür. Mən başqaları ilə asanlıqla bağ qururam. Hisslərimi azadca və rahat şəkildə ifadə edirəm. Mən ətrafımdakı sevgi enerjisini qəbul edirəm. Mən hər vəziyyətdə balans tapıram. Mənim şəfqətim dünyanı daha gözəl edir. Sakitliyin içində güc var. Mən bu gücə sahibəm. Mən digər insanları hiss edirəm və onların ehtiyaclarını görürəm. Ətrafımdakılar mənə asanlıqla və etibarla açılır. Mən yumşaq, əhatə edici bir enerjiyə sahibəm. Təbiətlə birliyim var. Özümü anlayıram və tam şəkildə qəbul edirəm. Mən yetkin bir insanam. Mən şüurlu bir varlığam. Mən daxilimdəki uşağı hiss edirəm, onu qoruyuram və bütün ehtiyaclarını qarşılayıram. İnsanlar məni daha yaxından tanımaq istəyirlər. Mən müdrik biriyəm. Çoxlu sadiq, qayğıkeş və həqiqi dostlarım var. Hər zaman doğru sözləri tapıram. Hər zaman düzgün məsləhət verirəm. Mən yaradıcıyam. Ruhum təmizdir, dərin nəfəs alıram və tam sakitəm. İndi isə iç səsini dinlə və öz həqiqətini təsdiqlə. Şəfa olsun.